Qoç bürcü 22 iyun 2025-ci il. Bugün bir çox işləriniz uğurlu alınacaq. Sizin artan cazibəniz bu işdə kömək olacaq. Ətrafınızdakiler sizə güzəştə etməyə hazır olacaqlar. Xırda qüsurları bağışlayacaqlar və rəğbətinizi qazanmağa çalışacaqlar. Bir çox qoç öz görüşünə daha çox diqqət yetirəcək. Bu da əhval-ruhiyyəsini qaldıracaq və özünə inam verəcək. Maraqlı tanışlıqlar mümkündür. Romantik münasibətlərə başlamaq ehtimalınız var. Əməkdaşlığa başlamaq və yaradıcılıq planlarını həyata keçirmək üçün münasib gündür. Siz tək qalmayacaqsınız. Kömək etməyə hazır olanlar çox olacaq. İstənilən kollektiv fəaliyyətlərdə lider mövqeyinə yüksəlmək şansınız böyükdür. Boğa bürcü 22 iyun 2025-ci il. Günün birinci yarısı ciddi sınaqlarla yadda qalacaq. Bu zaman həm şəxsi, həm də işgüzar münasibətlərdə problemlər yaşana bilər. Hər şeyi öz prizmanızdan baxmağa meyillisiniz və ətrafınızdakilərlə kompromisə getməkdə çətinlik çəkirsiniz. Amma yenə də vəziyyəti dramatikləşdirməməyə çalışın. Axşama doğru hər şey düzələcək. Axşam saatlarında sizi xoş xəbərlər və ya uzun müddətdir gözlədiyiniz məlumatlar sevindirə bilər. Gözlənməz qonaqlar mümkündür. Ailədəki sakit, mehriban atmosfer günün gərginliyini unutturacaq. Əkizlər bürcü 22 iyun 2025-ci il. Sürətli düşünmək bacarığınız bugün çox işinizə yarayacaq. Çünki hər şey planlaşdırdığınız kimi getməyə bilər. Amma ən vacib planlarınızı həyata keçirəcəksiniz. Maraqlı insanlarla tanışlıqlar, faydalı əlaqələrin qurulması, əvvəlki münasibətlərin bərpası mümkündür. Sənədlərlə bağlı xırda çətinliklər ola bilər. Amma tez bir zamanda həll olunacaq. Bəzi tərəfdaşlar obyektiv səbəblərdən sizi yarı yolda qoya bilər. Amma bu sizin nəticələrinizə təsir etməyəcək. Axşam saatlarında qəfil maliyyə gəlirləri və ya dəyərli hədiyyələr mümkündür. Xərçəng bürcü 22 iyun 2025-ci il. Günün əvvəlində təmkinli olmaq lazımdır. Xırda anlaşılmazlıqlar ciddi münaqişələrə çevrilə bilər. Özünüzü və yaxınlarınızı qorumağa çalışın. Köhnə səhvləri xatırlamaqdansa onlardan nəticə çıxarmaq daha yaxşıdır. Günün ikinci yarısı daha sakit və xoş olacaq. Əvvəllər mümkün görünməyən problemləri həll etmək imkanınız yaranacaq. Bu zaman sizə dəstək verən insanlara minnətdar qalacaqsınız. Ailə üzvləri ilə münasibətlər yaxşılaşacaq. Şir bürcü 22 iyun 2025-ci il. İdeyalarınızı bölüşməkdən çəkinməyin. Ətrafınızdakilara məhz sizin fikirləriniz lazım olacaq. Cəsarət və orijinallığınız yüksək qiymətləndiriləcək. Müttəfiqlər tapmaq asan olacaq. Təhsil almaq üçün də münasib gündür. Yeni bilikləri tez mənimsəyəcəksiniz. Onlar tezliklə işinizə yarayacaq. Xüsusilə imtahanlara hazırlaşan, ixtisasını artıran və ya elmi tədbirlərdə iştirak edən şirlər üçün uğurlu gündür. Ezamiyyətlər də uğurlu keçəcək. Yolda problem olmayacaq və nəticədən razı qalacaqsınız. Axşam saatları yaxınlarınızla səmimi söhbətlər və xoş ailə anları üçün əlverişli olacaq. Qız bürcü 22 iyun 2025-ci il. Yaxşı ideyalarınız çoxdur, lakin onları həyata keçirmək çətin ola bilər. Maneələr mümkündür. Tələsməyin. İşlərin axarına buraxılması daha faydalı nəticələr verə bilər. Maliyyə məsələlərində ehtiyatlı olun, çünki bu sahədə risklər artır. Axşam saatlarında dostlarla görüş və yaxınlarınızla səmimi söhbətlər sizə müsbət təsir edəcək. Romantik münasibətlərdə irəliləyiş mümkündür. Sevdiyiniz insan sizi daha yaxşı anlamağa başlayacaq. Tərəzi bürcü 22 iyun 2025-ci il. Günün əvvəlində sakitlik qorunmalıdır. Yeni işlərə başlamazdan əvvəl planlarınızı dəqiq müəyyənləşdirin. Riskli təşəbbüsdən uzaq durun. Bu həm maliyyə, həm də şəxsi münasibətlərə aiddir. Günün ikinci yarısı daha məhsuldar keçəcək. Maraqlı ideyalar yaranacaq. Onları reallaşdırmaq üçün ətrafınızda kifayət qədər imkan olacaq. Yeni tanışlıqlar gələcəkdə faydalı ola bilər. Axşam saatları evdə istirahət üçün uyğundur. Əqrəb bürcü 22 iyun 2025-ci il. Siz bugün tez-tez liderlik edəcəksiniz. İnsanlar sizə güvənir, məsləhətlərinizi dinləyir və dəstəyinizə ehtiyac duyur. Bu, biraz yorucu olsa da özünüzü qiymətli hiss edəcəksiniz. İctimai tədbirlərdə iştirak, çıxışlar, görüşlər üçün münasib zamandır. Şəxsi münasibətlərdə isə ehtiyatlı olmaq məsləhətdir. Emosiyalarınızı nəzarətdə saxlayın. Əks halda kiçik anlaşılmazlıqlar böyük mübahisələrə çevrilə bilər. Axşam saatlarında romantik sürprizlər mümkündür. Ox atan bürcü 22 iyun 2025-ci il. Uğurlu gündür. İstənilən sahədə fəallıq müsbət nəticə verəcək. Əgər planlarınız aydındırsa, onları həyata keçirməkdə heç bir çətinlik çəkməyəcəksiniz. Yeni tanışlıqlar mümkündür və bu əlaqələr tezliklə möhkəm dostluğa və ya işbirliyinə çevrilə bilər. Ailə məsələlərinə də uğurlar gözlənilir. Yaxınlarınız sizə dəstək olacaq. Axşam saatlarında istirahətə və xoş əyləncəyə vaxt ayırın. Bu həm fiziki, həm də emosional gücünüzü bərpa edəcək.
Oğlaq Bürcü 22 iyun 2025-ci il. Günün əvvəlində xırda çətinliklər yarana bilər. Planlaşdırılmış görüşlər gecikə və təxirə düşə bilər. Amma siz sakit qalaraq hər şeyi yoluna qoya biləcəksiniz. Başladığınız işləri yarımçıq qoymayın. Bu sizə hörmət qazandıracaq. Günün ikinci yarısı məhsuldar keçəcək. İşgüzar danışıqlarda uğurlar mümkündür. Uğurlu alış-verişlər, o cümlədən uzun müddətdir arzuladığınız bir əşyanı əldə etmək şansı yaranacaq. Dolça Bürcü 22 iyun 2025-ci il. Bugün ideyalarınız çox olacaq, amma hər birini reallaşdırmaq mümkün deyil. Ən perspektivliləri seçmək və gücünüzü boş yerə sərf etməmək lazımdır. Ətrafınızdakılarla münasibətləriniz ahəngdar olacaq. Yeni dostluqlar mümkündür. Axşam saatlarında yaradıcılıq potensialınız artacaq. Bu vaxt yazmaq, çəkmək və ya digər yaradıcılıq işləri ilə məşğul olmaq faydalı olacaq. Daxili harmoniyanı bərpa etmək üçün musiqi və ya təbiət qoynunda gəzinti kömək edə bilər. Balıqlar Bürcü 22 iyun 2025-ci il. Emosiyalarınızı nəzarətdə saxlamaq çətin ola bilər. Buna görə də günün əvvəlində fikir ayrılıqları və narazılıqlar mümkündür. Hər şeyə fərqli baxışlar konflikt yarada bilər. Ətrafınızdakıların fikirlərini dinləmək, qarşılıqlı anlaşmaya çalışmaq daha yaxşı olar. Axşama doğru vəziyyət sabitləşəcək. Günün sonunda əhvalınız düzələcək. Ailə üzvləri və dostlarınızla səmimi münasibətlər ruh yüksəkliyi verəcək. Kiçik sürprizlər və xoş xəbərlər mümkündür.